Bismillahirrahmanirrahim. Allahumma salli və sellim və barik alə abdika və rasulika Muhammed və alə alihi və sahbihi əcma'in, əmmə ba'd. İnsanın bədəninə cinin daxil olması Quran və sünnə ilə isbat olunub. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, duxulul cin fi bədənil insan sabit bittifaqi əimmeti əhli sünnəti vəl cəmaə. İnsanın bədəninə cinin daxil olması əhli sünnə və cəmaə imamlarının ittifaqı ilə sabit olmuşdur. Buna həm Quran, həm də sünnə dəlalət edir. Allah təbaraka və teala buyurur ki, "Ellezîne ye'kulûne'r-ribâ lâ yeqûmûne illâ kemâ yeqûmu'llezî yetexabbatuhu'ş-şeytanu minel-mes." Riba yiyənlər, yəni sələm yiyənlər qəbirlərindən nə halda qalxacaqlar? Şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi. Şeytanın toxunub, yəni şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Və bu da dəlalət edir ki, yəni şeytan insana toxuna bilir. Yəni cin insanın qəlbinə daxil ola bilir. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, müsəlman alimlərindən heç kəs bunu inkar etməyib. Müsəlman alimlərindən heç kəs cinin insanın bədəninə girməsini inkar etməyib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, فَإِنَّ الشَّيْطَانَ يَجْرِي مِنْ بِنِ آدَمْ مَجْرَ الدَّمْ. Şeytan Adəm övladının qan damarında dolaşır. Yəni qanında dolaşır. Yəni bu sabit o, həmçin vaqi, müşahidə olunan hal dəlalət edir ki, yəni göstərir ki, bu baş verib. Lakin əziz müsəlmanlar, necə xilas olmaq olar bundan? Ümumiyyətlə cinin insanın bədəninə girməsi və ya sehir olunan insan və ya göz dəymə və ya bu kimi şeylərdən xilas olmağın, kimsə imtihan olunubsa, bundan xilas olmağın yolu. Vallahi əziz müsəlmanlar, kim Allah təbaraka və teala'ya qəlbini bağlayarsa, kim Allahla rabitəsini möhkəmləndirərsə, kimin qəlbi Allaha bağlı olarsa, Allah təbaraka və teala bu, yəni onun miqdarında o bəlanı ondan soruşturacaq. Yəni insan, Allaha bağlı olan insan, qəlbini Allaha bağlayan insan, Allaha yəqinliyi möhkəm olan insan, təvəkkülü, rəcası, ümidi Allaha olan insanın qəlbinə, insanın bədəninə cin girə bilməz, əziz müsəlmanlar. Onun tövhidinin miqdarına, yəni onun tövhidinin gücü möhkəm olsa, qəlbində o tövhid ağacını möhkəm əksə, qəlbində o yəqinliyi, Allaha bağlılığı möhkəm olsa, nəinki onun qəlbinə cin, hətta ona sehir, gözdəymə, bu kimi şeylər o insana təsir etməz. Allah təbaraka və teala onu hifz edər. Vallahi Allah hifz etdiyi insana bu dünyada heç kəs zərər toxundura bilməz. Allaha insanı hifz etmək çox asandır. Allah təbaraka və teala Ayətül Kürsi ayəsinin axırında buyurur ki, وَلَا يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. Yerləri və göyləri qoruyub saxlamaq Allaha çətin, ağır deyil. Yerləri və göyləri, əziz müsəlmanlar, məgər o yerdə olan insanı, biz məxluqu Allaha qoruyub saxlamaq çətinmi olar? Allah təbaraka və teala hər şeyə qadirdir. Kimin qəlbində yəqinliyi, Allaha olan imanı, ona olan bağlılığı, ona olan rabitəsi möhkəm olarsa, xüsusən də Allahın təkliyinə bərk, güclü inanarsa, vallahi onun qəlbinə bu kimi xəstəliklər girə bilməz. Ona görə kim ən böyük bağlılıq, yəni qeyd edəndə ki, bağlılığı möhkəm olarsa, yəni onun dili Allahın zikirdən boş dayanmazsa və Allah təbaraka və teala'nın qədərinə, Allahın yazdığına, qədərinə razı olarsa və bu hamısı qəlbi əməllərdir, yəqinliyi möhkəm olarsa, Allahı çox tanıyarsa, kim istəyirsə bu şeylərdən xilas olsun, əziz müsəlmanlar, Allahı tanımaq elmini öyrənsin, Rəbbini çox tanısın. Hər kim Rəbbini çox tanıyarsa,
Allahı çox bilərsə, Allahı çox tanıyarsan, onun ad və sifətlərini və o ad və sifətləri ilə Allaha ibadət edərsə, xüsusən də dili Allaha zikirdən boş dayanmazsa, səhər və axşam zikirlərini edərsə, itaət üçün darxarsa, bir sözlə Allaha bağlılığı möhkəm olarsa və ən əsası Allahın ayələrini tədəbbürlə oxuyarsa, o insan bu bəlalara məruz qalmayacaq Allahın izni ilə və kimsə məruz qalıbsa, bu dediyim şəkildə müalicə olunsa, yəni qəlbini Allaha bağlasa və Allaha yalvarıb, səmimi qəlblə, sadiq Allahdan xilas olmağını istəsə, Allah Teala ona yardım edəcək. Və Allah Təbaraka və Teala istəyirəm ki, o müsəlmanlar ki, bu cür xəstəliklərdən əziyyət çəkir, Allah Təbaraka və Teala onlara tezliklə şəfa versin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmain. İxlasla.com saytı tərəfindən təqdim olundu.